Vaxtilə istifadə olunublar, indi isə tullantıya çevriliblər. Amma təkrar emaldan sonra yenidən yararlı vəziyyətə gətirilirlər. Bir vaxtlar insanlara xidmət edən bu avtobus son dayanacağına, yəni utilizasiya meydançasına gəlib çıxıb. Burada olan avtomobillər ya istismar müddəti bitib, ya da ki qəzada yararsız hala düşüblər. Metal yığınları təkrar emal olunmaq üçün müxtəlif metal əritmə zavodlarına göndərilirlər. Utilizasiya meydançasında ən köhnə avtomobil 1948-ci il istehsalıdır. Bura toplanan yararsız maşınlardan təkrar emaldan sonra əldə edilən materiallar fərqli məqsədlər üçün istifadə olunur. Bugünə qədər 16.512 nəqliyyat vasitəsi utilizatorlar tərəfindən qəbul edilibdir və utilizasiya prosesləri son zamanlar artıq daha sürətlə getməyə başlayıbdır. Təbii ki, bu da tullantıların təkrar emalı sahəsində də bir canlanmanın meydana gəlməsinə səbəb olur və belə ki, ətraf mühitə zərərli təsir göstərən nəqliyyat vasitələri artıq dövriyyədən kənarlaşdırılır. Utilizasiya prosesi könüllü şəkildə aparılır. Nəqliyyat vasitəsini təkrar emala vermək istəyən şəxslər istənilən vaxt müraciət edə bilərlər. Bunun üçün ilk növbədə avtomobil dövlət qeydiyyatından çıxarılmalıdır. Daha sonra nvu.gov.az portalı vasitəsilə müvafiq utilizatorda növbə tutulmalıdır.